Yeraltı piyada keçidinin üstündən keçən piyadanın yaratdığı təhlükə. Piyada yol ayrıcında yerləşən yeraltı piyada keçidindən keçmək əvəzinə vaxta qənaət etmək məqsədi ilə onun üstündən keçmək qərarına gəlir. Səkinin kənarındakı çəpəri aşaraq yolun hərəkət hissəsinə çıxır və yolu keçməyə başlayır. Nəqliyyatın hərəkətinin intensiv olması ona yolu tez keçməyə imkan vermir. Çaşqınlıq içərisində qalan piyada ani imkandan istifadə edib keçidi başa vurmaq istəyir. Lakin avtobusun sağından gələn göy rəngli avtomobilin sürücüsü piyadanı çox gec gördüyü üçün avtomobili saxlamağa çalışsa da qəzadan qaça bilmir və piyadanın təhlükəli vaxt qazanmaq niyyəti qəza ilə nəticələnir. Yol hərəkəti haqqında qanunun tələbinə görə yeraltı piyada keçidi olan yerlərdə piyadalardan yalnız yolu bu keçiddən istifadə etməklə keçmək tələb olunur. Əks halda piyada İnzibati Xətalar Məcəlləsinin 153.1 maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyət daşıyır və onun bu hərəkəti bilavasitə öz həyatı üçün təhlükə yaradır. Piyada tərəfindən yol hərəkəti qaydalarının pozulması yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olarsa, piyada Cinayət Məcəlləsinin 267-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyəti daşıyır.